BMW, Audi, Audi, Mercedes, BMW, Audi, Mercedes. Mercedes. 2026-cı ildir. İnsanlar hələ də BMW, Mercedes, Audi mübahisəsi edir. Ciddi deyirsiniz? Mercedes dünyanın ilk avtomobili. Başdan lüks idi. Onu ancaq zənginlər ala bilirdi. 1972-ci ildə S-Class gəldi. İki qat şüşələr, səssizlik, lüks salon. Arxada oturub işlərini həll edən iş adamı üçün. ABS, hava yastığı, sabitlik sistemi, hamısını ilk dəfə serial olaraq Mercedes qoydu. O vaxt bu fövqəladə bir hadisə idi. O vaxt. BMW isə bambaşqa hekayə. 1983-cü il Formula 1 də qalib gəlir. 1987-ci il BMW IM3 dünya çempionatını qazanır. Bütün dünya küçə yarışçılarının xəyalı olur. Bildiyimiz BMW Troyka, sürət, idarəetmə, adrenalin. Hər oğlan bu maşını xəyalında sürmüşdü. Amma gəlin davam edək. Audi isə Quattro ilə gəldi. Daimi tam ötürücülü ilk kütləvi idman maşını. 80-ci illərdə ralli yarışlarını dalbadal qazandı. 86-cı ildə 37 dərəcəlik tramplindən qar üstündə qalxdı. Bunu heç kim təkrarlaya bilmədi. Sonra Le Mans yarışını 13 dəfə ardıcıl qazandı. 13 dəfə. Onu da həzm edin. Amma indi 2026-cı ildir. Vaxtilə Mercedesdən başqa heç kimin lüks sedanı yox idi. İndi Audi A8 də var, BMW 7-ci seriya var. Vaxtilə yalnız BMW sürətli idi. İndi Audi RS6 da, Mercedes AMG də elə sürətlidir. Vaxtilə yalnız Audi-nin tam ötürücüsü var idi. İndi hamı da var. Yəni hər üçü bir-birinin ən yaxşı fikirlərini götürdü. Hamını kopyaladı. Əlində xüsusi nə qaldı? Heç nə. Sadəcə loqo fərqlidir. Üçündə də dahi mühəndislər işləyir. Üçü də möhtəşəm maşınlar yaradır. Amma hansısa birinin digərindən yaxşı olduğunu iddia etmək sadəcə axmaqlıqdır. Sən hansını sevirsən? Şərtdə yaz.